Dedik ki, stres daha çox qarında piylənməyə səbəb olur və gördüyümüz kimi cəmiyyətdə daha çox qarın olan şəxslər kişilərdir. Deyə bilərikmi, kişilər daha çox stres çəkir? Kişilərin stres çəkməyini heç kəs inkar etmir. Təbii ki, stres faktoru var, amma digər tərəfdən də kişilər qadınlara nisbətən daha az hərəkətli olduğu üçün onlarda piylənmənin bu şəkildə müşahidə olması rast gəlinir. Çünki qadınlar nə olursa olsun, yəni bütün tanışlarınıza da diqqət yetirsəniz, ev işləri ilə məşğul olurlar. Ən azından xörək hazırlanır, qablar yuyulur, evlər təmizlənir. Bunlar hamısı bir hərəkətdir. Amma demək olar ki, bütün kişilər yemək yedikdən sonra daha çox divanda istirahət edirlər, televizor izləyirlər. Az hərəkətlilik nəticəsində bu piylənmənin olmasını da xüsusi qeyd eləmək olar. Amma stres faktorunu da inkar etmirik, bəli. Çünki qadınlar öz stresini bir şəkildə yaxın rəfiqələrindən söhbət edərək, dedikodu edərək, belə desək, və yaxud da hər hansı bir işi görməklə, ən azı idmanla məşğul olmaqla müxtəlif şəkildə öz streslərini nisbətən azaldırlar, atırlar. Amma kişilərdə isə demək olar ki, bu faktor onlarla bağlı olaraq davam edir. Ona görə də kişilərdə bu daha çox müşahidə olunur.